Yəni məsələ odur ki, mən nə görürəm? Mən onu görürəm ki, İlham Əliyevin vəziyyəti çox pisdir. İlham Əliyev Əlin Ağayeva vaxt verib ki, mənə cavab verin ki, Soska gəlinim Alona Əliyevanı niyə biabır elədiniz? Kim bunun arxasında durur? Və Əlin Ağayeva vaxt vermişdi. Yanında da əvvəlki efirlərdə səninlə danışmışdıq ki, bu pensiyada Əlin Ağayeva vaxt vermişdilər ki, Alona Əliyevanın Soska olduğunu niyə ortaya çıxıb? Və Əlin Ağayev də bilməyib nə fikirləşsin. Bizlə əlaqəli olmayan, mənim tanımadığım, sənin tanımadığın adamı ortaya qoyublar. Və güya bu adam İlham Əliyevə Facebookda, bu biabırçılığa baxın ha. O adam Mehriban Əliyeva, İlham Əliyevin, Leyla Əliyevan Facebook səhifəsində yazıb ki, siz mənə 5 milyon verməsəniz, mən videoları yayacağım. Halbuki Kabil bunu pulsuz yayıb da qardaş. Mehman bunu pulsuz yayıb da. O videolar bütün Telegram səhifələrində var. Burada 5 milyon şantaj eləmə. Nə yaxşı o vaxtı var, mənim komandamın üzvlərində də bu Telegram səhifələri. Nə yaxşı videoları elə ilk günlərdən yayımladılar. Hansı ki, bunların tüm bu işin içinə poxu qoydu. Yəni, bunlar... Yəni, burada məsələ budur ki, Əlin Ağayev İlham Əliyev sikinə doluyub. Məsələ budur, başa düşürsən? Yəni, hansı normal adam Bakıda otura-otura yazacaq, Mehriban Əliyevan Facebook səhifəsində yazacaq ki, siz mənə 5 milyon verməsəniz, mən videoları yayacağım. Yəni bu adam gözləyirdi ki, Mehriban Əliyev də buna Facebookda yazsın ki, sən Allah, gecə 5 milyon verir. Yay bu. Qabil gecə günüz burada demirmi? Bu Telegram səhifəsindədir. Bu YouTube kanalındadır. Bu Facebookda. Neçə günlərlə oradadırsa da orada olan videolar var. Sadəcə bozaqlığım var, bir də təmiz yayınlanan Telegram kanallarında var. Yaxşı, indi baxın, burada biz çox güclü manevr elədik. Yəni Telegram səhifələrində bunlar yayınlanmasaydı, hətta videolar YouTube'da pusat var, YouTube'umda mənim. Sonra bir də var Facebook'da. Deyəsən YouTube'u sildilər. Sonra bunlar yəni necə sən 5 milyon istəyirsən bunu yayınlamayasan, Qabil yayınlayıbdır. Ya Qabilin komandası yayınlayıbdır bunu. Yəni 5 milyonsuz, 5 manatsız yayınlamışam da bu. İndi sözüm ondan getmir. İndi burada bir udarla vurmağa çalışırlar bizə. Bir dənə də ucunu qoyurlar ki bizə. O Alyona döyüldü. İndi Mehman ona toxunacağıq biz. Mehmanla ucunu qoyacağıq, görək necə qoyacağıq ki, o Mehmandan asılıdır. Deməli məsələ nədir? Məsələ nədir? Məsələ odur ki, bizim kinolarımıza baxan Alyona 1, Alyona 2, Alyona 3, Alyona 4, 5, 6, 7. Biz müzakirə elədiyimiz mövzu o deyildi ki, Alyona Əliyevanın ağzına kim verib, Alyona Əliyevanın başına kim mundarlayıb, Alyona Əliyevanı necə qayırıblar, Alyona Əliyevanı neçə oğlan dombaldıb qayırıb. Biz bunları müzakirə... Ay başına dönüm, ay hər şey o tərəf, hər şey qoy qırağa. Ay Allah 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 Allah. Ay mən partlamayım neyiniyim mən. Ay bax mən Qabil Türkoğlu. Partlamayım neyiniyim. Bax qulaq asın ay millət. Alyonanın həngaməsini ortaya çıxardan Mehman. Alyonanın o çılpaq şəkillərini, axırıncı Plus 18 şəkillərini, hər şeyini ortaya çıxardan Mehman. Mehman hamı kimi mənim kanalımda doğdu. Şəxsən Mehman, o neydi o oğlan İsmail Cəlilovun efirində mənim efirimdən daha çox çılpaq danışıbdır. Şəxsən başqa efirlərdə mənim efirimdən daha çox çılpaq danışıb Mehman Hüseynov. Yaxşı. Ay qadan alayım. Pusat Xəzər TV göstərir başda məni. Ay Pusat ictimai kanal, bu dəqiqə Xəzər TV-də məni göstərirlər. Bu dəqiqə məni göstərirlər. Bax, açın Xəzər TV-ni məni göstərirlər bu dəqiqə. O şey deyir Makedon. Dayanın deyir məni göstərəcəklər. Ay Zəki dayı burada alqı edib, indi Zəki dayını telefonla qoşub o sualı verəcəyəm ki, onun o gücləri kimdir? Ay Zəki dayını ortaya qoyurlar səs yazısını. Ermanı qoyurlar. Məni niyə qoyurlar ortaya? Mənim efirimdə Mehman şəkil göstərir. Onu boşu yerlərdə də göstərir onu. Allah'ın istədiyiniz olsun. Məndən nə istəyirsiniz? İndi görürsünüz ki, Qabilə soxursunuz cilmir. Qabil büzür abilə cilmir Qabilə. Bir Qabil büzür cilmir. Qabil onsuz da Almaniya komissiya yaradıb. Qabillə xüsusi məşğul olurlar. Qabilə girmək, Mehman, Emin Hüseyin nədir? Məhəmməd Mirzəliyə girdirmək olmur. İkimiz də belə büzmüşük. İndi yer tapıb soxmaq istəyirsiniz ha? Azarınızı öldürmək istəyirsiniz ha? Ay biz bastığınız əvvəl eşkətən cinsi əlaqəyə girənlər indi Qabilə girdirmək istəyir. Ay bu Qabildir. Bir baxın görün nə yazılıb? Alnımıza mox-mox. Ya laxanka yazılıb. Hər neysə. 3000'den çok izleyicimiz var. Ben xahiş ederim yayımı beğenin, paylaşın, auditoryamızı genişlendirin. Məndən niyə danışırlar? Mən niyə ortaya qoyuram? Ay qadın. Almaniyadan 15 nəfər deport olur. Adicə siyasi fəaliyyətlə əlaqəsi olmayan 15 nəfər deport olur qanun qaydada. Mənim şəkilimi ortaya qoymayın. Nə istəyirsiniz məndən? Ay nə istəyirsiniz məndən? Veribsiniz ala bilməm. Qoysanız bu kasıb həyatımı yaşayayım. Bir həftə idi. Çay içməyə şirini tap verdim. Bir bayramdır deyə xanım bundan alır 2 euroya. O da ucuzlaşmışdı. Diğer akşam Alyona şovu hazırlaşsan. Alyona. İndi məcbur edirsiniz Alyona'nı yiyək burada da. Yeməyə bir şey tap verib bu bayram vaxtı. İmkan verin yaşayaqdan. Bu bayram vaxtı cəmi bircə nəfər dedi ki, kat, pul göndərin 50-100 manat. Bircə nəfər dedi ha. Mən gah dediniz erməni maliyyələşdirdi. Erməni ilə düşmən olanda bizi erməni maliyyələşdirdi. Rusla düşmən olanda Rus maliyyələşdirdi. İranla düşmən olanda İran, Fransa ilə Fransa, Amerika'nın Qabili maliyyələşdirən belə böyük qüvvələr var idisə. 3 ildir bu köynəkdən çıxıram. 6 il qabaq, o gün vaxtım yürüdü tapamıram. 6 il qabaqki köynəyim var.
Köynəyim o çizili köynək. Onu tapdım şkamın gözündən onu geydim. Bir də yadıma gəlir 7 il qabaq mitinqə çıxanda kostyum almışdım. O İsraildən bir dostumuz almışdı mən kostyum. 70 euro. 70 idi, 100 idi nəysə. O kostyumun da o köynəyi də olmalıdı. Onda bir köynək almışdım. O isti köynəkdir də biraz bol belə. Onu da geymirəm. Arada bir onu geyirəm. O 7 ilin köynəyi. 7 il. Ay qoysanız bu tövr ayağını yiyə orada. Acılan ölüb tövr ayağını yesin sıkıntı. Ay qoysanız popcornu yiyə bu. İndi gör, hələ sən 4-5 illik köynəyi geyinə İlhama geydir səni. Gör sən indi gündə təzə köynək alsan, İlham Əliyevin günü nə olar? Yəni məsələ budur ki. Ay Manav gəldi, Manav mənə gəldi, sonra da məni söydü. Ay Fuad Ağayev, ay Tural Sadıqlı, Məhəmməd Mirzəli, sonra kimdir? Mənim evimə gələn adamlar var, indi mənlə də düşməndir. Ay soruşunda da mənim halimi. Ay mən vaxtlar deyirlər Qabil, sən gələcək prezidentliyə namizəd olası bir adam bu şəraitdə qalırsan. Vallahi amma mən 150 mindən çox təkcə siyasilərə yardım elətdirmişəm. Bir hissəsini də öz əlimdən. Vallahi mən orduya bu qələbə zamanı 250 mindən çox yardım elətdirmişəm. Çoxsu mənə yazırdı. Qabil mən sənə inanıram ha. Deyirəm ki, türklər eləyir bu savaşı. Ötürün getsin, mənlik deyil. O pul mənə gəlsəcək, mən Almaniya hesabatını verəm. Ay niyə çəkmirsiniz? Niyə qoymusunuz öldüyümüz yerdə ölək? Neçə gündür yağış yağır, ay qoyumuz yer neçə gündür yağış yağır. Cincilim yığmaq olmur, ayağım palçığa batır. Gözləyirəm ki, yağış kəssin, bu dəli martay çıxsın. Hər yaza kimi, İlham gedənə kimi cincilimlə başımı qatayım. Ay kurslara da getmədim, nə özüm, nə uşaqlar, bitdi. Pul tapmadı. Qoyun bu kasıb həyatımızı yaşayaq da. Göt uşağı göt. Cındır uşağı cındır. Əlin ağıyıb. Ay mən sənin anam mıyım? Mən sənin bacın mıyım götümü parmaqlayırsan, parmaqlatdırırsan? Bəs deyirsən mən. Qoy sən öldüyüm yerdə ölüm hə. Sən, bayram günü deyə, bayram günü. Bayram günü bir kilo çəkilər talıblar, evdə sevinirlər uşaqlar. Almanya qoyun, əsin var yoxunuzun ağzına, əsin ölümünüzün ağzına. Anam cənnətdə nədir ölüb? Onun ağız çanağına bax buradan yer idi, mən münasib çıxıntama. Çoxum oradan bərdən alana. Bəs deyirsiniz mən. Bu savaşı eləyərlər, kişi kimi eləyərlər. Nəysə, Mehman bir ürək sözlərini də videoya keçək. Deyim. Yəni məsələ budur ki, Əlin Ağayev İlham Əliyevi aşağına doluyub. Bu məsələ belədir. Yəni İlham Əliyevə cavab verə bilməyib ki, Alon Əliyevanı soska olduğunu kimi ortaya çıxardıb, saxta şoular qurub. Yəni bunu bilirsən niyə eləyiblər? Bunu həm də ona görə eləyiblər ki, İlham Əliyev İrana deməli söz göndərmişdi. Düşündü ki, İranla, dronlarla məsələni unutdura bilər. Amma Alona məsələsi elə məsələdir ki, nə İran, nə müharibə, nə dron, heç kim bu məsələni unutdura bilməz. Bu artıq möhür vurulub. İlham Əliyev evinə qəhvə gətirib,